şagirdlər, Riyaziyyat fen olimpiyadasının birinci turuna düşən belə bir suala baxırıq. Ümumilikdə sual o qədər də çətin deyil, rahat sualdır. Əvvəlcə -7 üstü 2-yə baxaq. Başdan başlayaq, hamısı hasildir. -7 üstü 2 mürtəzədə yazılmayıb deyə kvadrat, yəni üstü 2. Mənfiyə aid deyil, ancaq 7-yə aid. Ona görə mənfi qalacaq. Sonra vurulsun 7 üstü -2 üstü. Əgər mənfidirsə, görürsünüz -2-dir. Ədəd tərsinə çevrilir. Olmalıdır belə 1/7 üstü. Artıq üst müsbətləşir. 1/7 üstü 2-də 1/49-dur. Mən birbaşa yazacağım. Olacaq 1/49. Yəni 49'da 1. Sonra istənilən ədədin üstü 0 1-ə bərabərdir. 7 üstü 2 49'dur. Vurulsun. Burada artıq mənfi qüvvətə aiddir. Qüvvəti əvvəlcə mənfisinə diqqət etməyək. Əvvəlcə baxaq qüvvətin təhvə cütlüyünə. Cüt olduğu üçün müsbət olacaq. Mənfi olduğu üçün isə tərsinə çevriləcək. Yəni 1/7 üstü müsbət 2 olacaq. Mənfini cüt dərəcə apardı. 1/7 üstü 2-də 49'dur. Bir də növbətiyə baxırıq. Burada da yazılır 7 üstü -7 üstü -1. Yenə tək cütlüyünə baxırıq. 1 tək olduğu üçün mənfi qalacaq. Aha, bunu yadda saxlayaq. Sonra üstü mənfidirsə 7 tərsinə çevrilir. Olur 1/7. Üstü müsbət 1. Biri də yazmağa ehtiyac yoxdur. İndi baxırıq ümumi misala. Hasildir. Demişdik, hasildə mənfilərin sayına baxırıq. Mənfilərin sayı cüt saydadırsa müsbət, tək saydadırsa cavab mənfi olur. Burada da 2 dənə mənfi var. Biri burada, biri burada. 2 cüt olduğu üçün cavab müsbətdir. İxtisarlarımızı eləyək. 49'lar gedəcək. Buradakı 49'lar da gedir. Qalır 7-də 1, o da 1. Vuranda elə 7-də 1 eləyir. Cavab olacaq 7-də 1, Y variantı.